Hamımız kimi yəqin ki, sən də hekayəndə Nihilist pingvini paylaşmısan. Səncə niyə paylaşırıq bu videonu biz? Fərqli olduğumuzu göstərmək üçün, tənha olduğumuzu göstərmək üçün, ya aid hiss eləmədiyimiz üçün? Çoxumuzun beynimizdən keçir ki, mən də buradayam, amma bura aid hiss eləmirəm. Ətrafım insanlarla doludur, amma mən də təkəm. Maraqlı odur ki, pingvin sürüdən ayrıldığı üçün diqqətimizi çəkdi. Bu video viral olanda biz nə etdik? Hamımız eyni şeyi paylaşdıq. Biz bu videoya baxanda sürü psixologiyasından çıxmış pingvin deyərkən, sürü psixologiyasının tam bir üzvü kimi davrandıq. Psixoloji olaraq bu çox tanış bir mexanizmdir. İnsanlar mənanı tək-tək yox, kollektiv halda itirəndə, onlar bir dənə simvol tapır və onun arxasınca gedirlər. Videonun bu qədər hamı tərəfindən paylaşılmağı bizə onu göstərdi ki, nihilizm fərdi üsyan olmaqdan çoxdan çıxıb, kollektiv bir yorğunluğa çevrilib. O adam fərqli idi ki, 2007-ci ildə çəkilmiş Dünyanın Sonundakı Qarşılaşmalar adlı sənədli filmdən pingvinlə bağlı olan bir neçə dəqiqəlik hissədən bu kadrları çıxardıb paylaşan şəxs. Doğrudan, üzərindən 20 il keçdiyi halda o böyüklükdə sənədli filmin içərisindən o bir neçə dəqiqəlik pingvinlə bağlı olan hissəni çəkib paylaşmaq ilk kimin ağlına gəldi? Bilirsənsə şərhdə yaz.